Azərbaycana idxal olunan elektromobillərin sayı və dəyəri kəskin azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin ilk 5 ayında ölkəyə ümumi dəyəri 27 milyon 738 min dollar olan 767 ədəd elektromobil gətirilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə sayına görə 38,6%, dəyərinə görə isə 51,8% azalma deməkdir. Bəs səbəb nələrdir? Birinci növbədə bunun ustaları olmadığı üçün, ikinci növbədə ehtiyat hissələrin tapılmadığı üçün, üçüncü növbədə isə artıq bildiyimiz kimi 3 ildən cavan maşınlar gömrük rüsumundan azad olunur. Buna baxmayaraq, indi hal-hazırda artıq elektromobillərin müəyyən hissəsi var ki, hansı ki 20-25 min manata qədər. Onlar artıq taksi fəaliyyəti üçün Azərbaycana gətirilir. Çox adam taksi fəaliyyətində olan maşınları şəxsi istifadə üçün sürmür. Mütəxəssislər həmçinin elektromobillər üçün zəruri olan şarj stansiyalarının ölkəmizdə tələbatı tam ödəmədiyini və bunun da həmin nəqliyyat vasitəsinə olan marağın kəskin azalmasına səbəb olduğunu bildirirlər. Hal-hazırda Azərbaycanda hardasa 26-90 şarj, yəni enerji yığa biləcəyi stansiyalar var. Onlar da azdır, bölgələrdə yoxdur, uzun yol qət eləyir. Bu insan gedib məsələn Şamaxı, üzü Qəbələyə gedir, Şamaxıda stansiya eləməlidir. Orada artıq yoxdur. Elektromobillərdə sürət qət elədiyi zaman, sürət qalxdıqca hansı ki sərfiyyat tez azalır. O da o deməkdir ki, üzərində yazılıb məsələn bu maşın 500 km yol qət eləyər, amma gedir 400 km yol qət eləyir. Əksər sürücülər də bundan narazılıq edir. Ekspertin fikrincə, həm elektromobillərin idxalını, həm də şarj stansiyalarını artırmaq üçün dövlət və özəl təşəbbüslərlə subsidiyaların ayrılmasına ehtiyac var. Aylin Rəsulzadə, Üzeyir Ağayev, Kəmalə Əlmuradova, Xəbər Ertəsi.